Məsəl üçün evdə də hətta şey eləyəndə mən aboyu çox keyfiyyətsiz aboy almıram. Yəni orta segment, amma qəşəng bir dizayn, bir layihəli bir şey götürməyə üstünlük verirəm. Nəyə görə? Mən düşünürəm ki, bunun tərkibində, ümumiyyətlə də ucuz aboyların tərkibində nə olduğunu mən bilmirəm. Doğrudur. Mən amma özümü niyə belə deyim də, riskə atım ki, onu o mənim evimdə olacaq və mən 5 il, 10 il mənim evimdə olacaq, hansı ki Amma mən eyni şeyi sizə təklif eləyə bilərəm, boya effekti, amma boya ilə aboy effekti təklif eləyə bilərəm sizə. Boya ilə aboy effekti. Bəli. Mən eynisini yarada bilərəm sizin üçün. Amma məsələn, parça effekti yarada bilərəm. Məsələn, zamuşa effekti, koja effekti parça yarada bilərəm. effekti əksinə gözəldir, hə, Bəli. gözəldir. Hərçənd ki, yəni bir müddət öncə daha bahalı mənzillərdə bu ipək materiallı aboylardan, divar kağızlarından istifadə olunur. Amma onu indi birəbir eynisini boya ilə vermək olur. Hətta elə. Bəli. Yəni çox seçim etibarı ilə bir də zövq məsələsi var burada.